بسم الله الرحمن الرحيم. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. اللهم آمين. Allah Teala Kur'an-ı Kerim Zariyat suresinde buyurur ki hatırlat, hakikaten hatırlatmak mümine fayda verir. Allah'ın lütfudur ki Allah Teala bizi Ramazan ayına yetiştirdi. Ve Ramazan ayında oruç tutmayı nasip etti. Ve bu ayda geceleri teravihi cemaatla birlikte mescitte eda etmeyi Rabbimiz bize nasip etti. Ne kadar insanlar var ki bundan mehrumdurlar. Ne kadar insanlar var ki onların şəraiti var, ancaq qəlblərindəki xəstəlik bunlara maneçilik törədir. Və bəziləri də var ki, onlar qəlbləri bu namaz üçün yanıb alışır, ancaq müvəffəqiyyət yoxdur, onlar üçün şərait yoxdur. Amma Allah-u Teala bizdə hər bir neyməti cəm etdi. Bizdə bu neyməti cəm edən Allaha həmd-i sənalar olsun, şükürlər olsun. Ramazan həqiqətən içi rəhmət və bərəkət dolu bir aydır. Ramazanın sonu insanın daha çox çalışması, əvvəlinə baxanda daha çox səy göstərməsi üçün daha uyğundur. Çünki hər əməl axırıncı əmələ görə hesablanır. Bütün əməllər axırıncı əmələ görədir. Fikir versəz, insan ola bilsin ki, ömrünü ibadət, itaətlə keçirsin, amma ölümünə yaxın, Allah qorusun, namazı da tərk etsin, məscidi də tərk etsin və içki, qumar stolunda ölsün, Allah qorusun, fikir verin insanın axırının necə olmasına. Və bəzən də ola bilər ki, insan həyatını içki, qumarla keçirsin, amma ölüm ona gəldiyi zaman o insan səcdədə olsun, tövbədə olsun. Vallahi ki, əməllər sonuncu əmələ görədir. Biz bilmirik bizim sonumuz, axırımız necə olacaq. Ona görə axırıncı olan əməlimizi gözəlləşdirməyə çalışaq. Xətimləri bitirmişiksə, onları tezəldən başlayaq. Və həmçinin sədəqələr verməyi saxlamışıqsa, onları tezəldən bərpa edək. Və bunun kimi digər salih əməllər üzərində çalışmağımız lazımdır. Ta sona qədər. Və bu ayın özəlliklərindən, xüsusiyyətlərindən biri də odur ki, Ramazanın sonunda fitrə zəkatı hər kəsi maraqlandıran və hər ildə dəfələrlə soruşulan mövzular da fitrə zəkatı. Birincisi, fitrə zəkatı hər kəs üçün vacibdir, çıxartması. Kimin evində bir günlük yemək varsa, həmən insan üçün fitrə zəkatı çıxarılması vacibdir. Fitrə zəkatı kimlər üçün çıxarılır? Xəstə üçün. Və həmçinin ola bilsin ki, ailədir, ailənin evladları xaricdə və yaxud da ki, başqa bir yerdə təhsil alır, evdə yaşamırlar. Onlardan cavabdeh olan valideyn onların adından da fitrə zəkat çıxardır. Ola bilsin ki, yaşlı adamdır, öz fidyəsini verir. Xəstəliyinə görə, yaşlılığına görə həmən ki, adamdan ötəri də fitrə zəkatı çıxarılır. Əgər evlad, ana bətnində olan uşaq 4 ay bitibdirsə, ona ruh üflənmişdirsə, onun üçün çıxarmaq müstəhəbdir, vacib deyil. Əgər yox, Ramazan ayının son günlərində həmən ki uşaq dünyaya gələrsə, artıq onun adından da fitrə zəkat çıxarmaq vacibdir. Fitrə zəkatındakı hikmətlərdən biri də odur ki, ehtiyac sahibi olan insanların, bayram sevincini yaşaya bilməyənlərin o fitrə zəkatı verməklə onların da bayram sevincini yaşamasında bizim şərik olmağımızdır. Vallahi ki, Allah-u Teala bizə elə bir din, elə bir şəriət, elə bir qaydalar göndərdi ki, vallahi ki, hər şey kamil bir şəkildədir. Heç bir naqislıq yoxdur. Naqislıq axtarmaq istəyənin
özündə naqislik vardır. Fitrə zəkatı nələrdən çıxardılır? Fitrə zəkatı kim hansı ölkədə yaşayırsa, o ölkə cəmaatının ən çox istifadə etdiyi şey və uzun müddət saxlaya biləcəyi şeylərdən çıxardılır. Məsələn, düyü, un, ondan sonra qreçka, mərci, makaron, vermeşil, noxud, lobya və bunun misalında və həmçinin xurma və bunlardan fitrə zəkatı çıxardılır. Bir fitrə zəkatının miqdarı bir sa'dır. Yəni, sa' ölçü miqdarıdır. Ölçü, kilo vahidi deyil, ölçü miqdarıdır. 4 mud nədir? İnsan iki əlini bir-birinə calaşdırıb nə götürə bilirsə, 4 mud bir sa' eləyir. Əgər kimsə ölçə bilmirsə, tərəzisi yoxdursa və yaxud da evində olan, ola bilsin ki, insan evində bir möşök düyüsü və yaxud da bir möşök mərcisi var, qreçkası var və ondan bir sa' çıxarta bilər. 4 mud, 4 ovuc dolu götürür, tökür, bir sa' eləyir və bir adamın üçün, evdəki bir adam üçün fitrə zəkatı sayılır və ehtiyac sahibi olan insanlara verilir. Qohum qardaşdır deyə, qonşudur deyə verilmir. Həqiqi ehtiyac sahibi kimdirsə ona verilir ki, o da bu bayram sevincini yaşasın deyənə. Və bəzən də verilən suallardan da biri odur ki, ata öz qızına fitrə zəkatı verə bilərmi? Oğul öz anasına fitrə zəkatı verə bilərmi? Qardaş öz bacısına fitrə zəkatı verə bilərmi? Cavab odur ki, əgər bir şəxs onun üzərində kimlərisə yedizdirmək vacibdirsə, onlar üçün fitrə zəkatı verilmir. Məsələn, oğlun üzərində vacibdir ki, anasını yedizdirsin, anasını gezdirsin, onun qayğısında qalsın və həmçinin qardaşın üzərində vacibdir ki, öz bacısı, öz qızını nə etsin? Yəni, yeməklə tədarükünü qarşılasın. Ki, bunların üzərinə vacibdir ki, onları yedizdirsin. Onlara fitrə zəkatını onlara vermək icazəli deyil. Gərək onlar üçün sədəqə etsin. Onlar üçün öz malından versin. Yəni, başqasının haqqı olanı öz valideynə, öz bacısına yönəltməsin. Ancaq digər tərəfə baxdıqda isə ola bilsin ki, iki bacıdır, hərəsi bir yerdə ərdədir və biri imkanlıdır və digərinin ehtiyacı azdır və bu zaman bir bacı digər bacıya verə bilər. Bacı öz qardaşına verə bilər və yaxud da digər qohumlarına verə bilər. Hansı ki, onun üzərində onu yedizdirmək vacib deyilsə, onlara verilə bilir. Və həmçinin verilən suallardan da biri odur ki, zəkat nə vaxt çıxardılır? Ən gözəl fitrə zəkatının çıxarma vaxtı deməli, Şəvval ayı görünür. Elə bir ki, 29-cu oruc günü baxılır. Aya, əgər ay görürlərsə, birisi gün, onun sonraki günü, yəni səhəri bayram namazıdır. Deməli, o ay görünəndən, yəni Ramazan ayının bitdiyi əmin olduqdan sonra bayram namazına qədər fitrə zəkatı çıxarılmalıdır. Və alimlərdən gətirirlər ki, bir gün və 2 gün qabaqda çıxarmaq olar. Əgər o fitrə zəkatını aparılası yer uzaqdırsa və yaxud da ki, mənzil, yəni kimə çatacaqdırsa, ona çatdırmaq vaxt problemi varsa, ona görə 1 gün, 2 gün qabaq çıxarmaq olar. Amma ən gözəl vaxtı ay görülüb, sabah bayramdır deyən günü axşam namazından və yaxud da ki, ay görüldükdən sonra aparıb ehtiyac sahibinə fitrə zəkatını verməkdir. Yaxşı, ətdən, yağdan, bunlardan fitrə zəkatı olunmur? Xeyr, bunlardan fitrə zəkatı olmur. Əgər kimsə əlavə vermək istəyirsə, ola bilsin ki, evdə məsələn 3 nəfərdir. Birinin adından un, bir nəfərin adından qreçka, bir nəfərin adından da düyü çıxarır, fitrə zəkatını tamamlayır və əlavə olaraq da istəyirsə ona ət, toyuq, ondan sonra yağ və bunun kimi digər evdə lazım olan produktu alıb üstünə qoyub sədəqə olaraq verə bilər ki, və bu da daha ən gözəli olanı budur. Amma əsas vacib olanı
o dediyim kimi undur, qreçkadır, o buğdadır, onun mütləq vacibdir. Bu ətdir, yağdır, bunları üzərinə qoymaq vacib deyil. Və həmçinin verilən suallardan da biri odur ki, fitrə zəkatını mütləq həmənki günü alıb verməliyəm, yoxsa əvvəlcədən alıb evimdə qoya bilərəmmi? Ola bilsin ki, bir şəxs evin məsul şəxsi səfərə çıxacaq və evdə də onu ala biləcək heç kim yoxdur. Ola bilər ki, həmənki şəxs, yəni ailəsi üçün fitrə zəkatının miqdarını, ailə üzvlərinin sayı qədər alsın, evə qoysun və ailəsinə tapşıra bilər ki, filan vaxtı fitrə zəkatı çıxılsın. Və bir neçə gün qabağa da alıb insan evində qoya bilər və o evindəki məhsuldan çıxarda bilər. Və həmçinin də insana, əgər bir insan kasıbdırsa, ehtiyac sahibidirsə, qonu-qonşu onun üçün, qohum-qardaş onun üçün fitrə zəkatı veriblərsə, bir gün, 2 gün qabağa, həmən ki insan da özünə verilən o fitrə zəkatından, özünə verilən paydan artıq o özünün sayılır. Özünə verilən paydan başqası üçün də fitrə zəkatı verə bilər. Və həmçinin verilən suallardan da biri odur ki, məsələn, bir insan üçün, məsələn, deyək, 3 kiloqram bu məhsullardan çıxarılmalıdır. Ola bilərmi ki, mən 1 kilonu un, 1 kilonu düyü, 1 kilonu da qreçka edim, o pişi 3 kilo olmalıdır. 3 kilonu tamamlayıb verim. Cavab da odur ki, xeyr, olmaz. Bir nəfər üçün çıxarılan zəkat eyni məhsuldan olmalıdır. Ancaq evdə, məsələn, 5 nəfər varsa, hərənin adından bir məhsul çıxarmaq icazəlidir. Məsələn, birinin adından un, birinin adından, məsələn, birinin adından 3 kiloqram un, birinin adından 3 kiloqram və yaxud da 2 kiloqram yarım qreçka və yaxud da 2 kilo yarım buğda, hər adından bir növ məhsuldan çıxarıb vermək olar ki, bu da kimə verirsə, onun evində növbə-növ bu ərzaqlardan olsun deyə. Və həmçinin miqdarı nə qədərdir? Neçə kiloqram olmalıdır? Gəldikdə isə bu da məhsuldan məhsula dəyişir. Yəni, burada kilo deyil, burada sahdır, ölçü vahididir. Ölçü. Bunu hər kəs edə bilər. Yəni, bunu mütləq qrama qram deyib çəkilməli deyə belə bir şey yoxdur. Məhsuldan məhsula dəyişir. Düyü ağır gəlir, amma həmənki qab dolunsunda makaron yüngül gəlir. Məhsuldan məhsula dəyişə bilir. Ona görə, yəni, təxmin olaraq 1 kilo 200-dən ta 2 kilo yarıma qədər arada fərq olur. Ona görə, yəni, kimsə çəki, yəni, tam olaraq necə çıxarmaq lazım olduğunu bilmək istəyirsə, 4 əl ovucunda, 2 ovucunu bir-birinə birləşdirir, 4 mud, buna 1 mud deyilir, 4 mud tökür və o 4 mud nə qədər götürdüsə əlinə, yəni, o fitrə zəkatı olaraq onu verə bilir. Yəni, lap balaca da olmasın, uşaq əli ilə yox, yəni normal bir insanın əli ilə, yəni 4 mudu hesablayıb, yəni bir insan üçün fitrə zəkatı çıxa bilər. Və həmçinin də sual verilir ki, bəs buğdadan, arpadan fitrə zəkatı çıxmaq olarmı? Xeyr, bugünkü günümüzdə arpadır, buğdadır, qarğıdalıdır, bunlardan fitrə zəkatı çıxmaq olmaz. Niyə görə bəs keçmişdə çıxırlar? Çünki keçmişdəkilərin buğda və həmçinin qarğıdalı onlar üçün yəni qidalanmaq üçün bir vasitə idi. Onlar çörək onunla üyürdürdülər, ondan çörək bişirirdilər. Amma bugünkü gün kiməsə sən buğda versən, o buğdanı aparıb toyuğa verəcək və yaxud da quşları yiyəcək və yaxud da başqa mala, heyvana verəcək və burada da fitrə zəkatının verməsindəki məqsəd olmayacaqdır. Yəni, yerinə çatmayacaqdır. Və həmçinin mühüm suallardan da biri o idi ki, pulla çıxarmaq olarmı? Fitrə zəkatını pulla çıxarmaq olarmı? Peyğəmbər s.ə.v vaxtında da pul var idi. Qızıl, gümüş, dinar var idi da. Dinar, dirhəm var idi. Amma Peyğəmbər s.ə.v bizə ərzaqla çıxarmaq əmr etdi. Bugünkü gün, əgər kimsə pul yığırsa, bəzən görürük ki, elanlar paylaşılır. 6 manatdan, 8 manatdan, 10 manatdan elanlar paylaşılır. Və biliriksə, o elanlarda yazılır. Yəni, o həmən ki 6 manata və ya 10 manata onlar özləri ərzaq alıb, sənin adından çıxaracaqlarsa,
2 kilo yarım, 3 kilogram mesela, onda onlar üçün ora pul vermək olar. Çünki sən pul vermirsən. Sən pul verirsən, o insan sənin əvəzinə ərzaq alıb ərzaq çıxardır. Bu icazəlidir. Sənin kiminsə kartına pul vurmağın, o da sənin adından ərzaq alıb çıxarmağın. Bir də var ki, bugünkü günümüzdə ən məşhur yayılan şeylərdən biri də odur ki, insan birbaşa pulu aparıb verir. Bax, bu icazəli deyil. Məsələn, 10 manatdan deyilir. Məsələn, məsciddə bizim imam deyir ki, 10 manatdan adam başı. Allah razı olsun, imam, bizim kənddə imam, o 10 manatı pulu aparıb vermir. O 10 manata neçə illərdir bizim məsciddə ərzaq alınır, o ərzaqın üzərinə əhdi və həmçinin ailənin ehtiyacı olan digər məhsullar alınıb, tam bir sumka, karobka düzəldilib ailəyə təqdim olunur. Yəni, pul olaraq çıxardılmır. Amma bugünkü gün bəzi insanların birbaşa ehtiyac sahibinə 10 manat, məsələn, evdə 5 nəfər varsa 50 manat aparıb o həmənki ehtiyac sahibinə verməsi pulun özünü, bu icazəli deyil. Çünki ola bilsin ki, o insan o puldan işıq pulu keçirsin. Ola bilsin ki, heyvana yem alsın. Ola bilsin ki, yəni digər şeylər alsın, amma oradakı əsas məqsəd yerinə yetirilməsin. Ona görə, əgər kimsə əlavə sədəqə vermək istəyirsə, yəni o fidyə zəkatını versin o məhsullarla. Üzərində də bir 50 manat versin. Nə olacaq? Belə olarsa daha yaxşı olar Allah'ın izniyle. 10 manatdan yığılır. Özü yığır və özü məhsul alır və cəmaata paylanır. Allah'tan istəyir ki, Allah-u Teala bizdən bu ayı gözəl bir şəkildə qəbul etsin. Altı faydalanmaq nəsib etsin. Amin. Subhanakallahumma bihamdik. Nəşhədu ən la ilahə ent nəstəğfiruka və nətubu ileyk. Selamun aleyküm və rəhmətullah.